Birinci mən hörmətli şairimiz Nəbi Xəzirini təbrik edirəm və onu qiymətləndirirəm ki, hələ 30 il bundan öncə bu temaya, bu öz yaradıcılığı yönəldib və əsər yazıbdır. O illər Kitab-ı Dədə Qorqud çox az tanınırdı və az tətbiq olunurdu. Ancaq 70-ci illərdə bizim bir çox tarixçilərimiz, tədqiqatçılarımız əsərlər yazmaya başladılar. Nəbi Xəzirin əsəri çox dəyərlidir. Sonra Anar, Yazıçanar bir kinofilm yarattı. Beləliklə Kitab-ı Dədə Qorqudun demək olar ki, Azərbaycan xalqı üçün, millətimiz üçün yenidən dünyaya gəlməsi başlandı. Nəbi Xəzirinin bu əsərini bizim Milli Dram Teatrında səhnəyə qoymanızı mən yüksək qiymətləndirirəm. Yaxşı yaratmışsınız. Təbiidir, əsər mürəkkəbdir. Ümumiyyətlə, Dədə Qorqud öz-özlüyündə mürəkkəbdir. Çünki çox qədim bir devrin yazılarıdır. Onu bugünkü insanlar, bugünkü nəsil hamısını birdən dərk eləyə bilmir, həzm eləyə bilmir. Ona görə mürəkkəbdir və bu günləri mən sizin bu tamaşaya baxarkən də gördüm ki, bunu bir dəfə yox, gərək bir neçə dəfə görəsən ki, tamamilə bunun dərinliyini hiss eləyəsən, dərinliyini hiss eləyəsən. Mürəkkəbdir. Ancaq həm bunun mənzum şəkildə yazılması, o həmişə insanlara daha da çox, tamaşaçılara daha da çox təsirdir. Həm də sizin bu temanı çox məharətlə səhnədə açmanız və göstərməniz təbiidir ki, həm rejissorun, həm aktyorların yaradıcılığının nəticəsində belə bir qeyri-adi tamaşanı siz meydana gətirmişsiniz. Bunlar hamısı böyük yaradıcılıq nailiyyətləridir və bizim teatrın bugünkü mərhələsində bizim teatrın inkişafı üçün dəyərli bir töhfədir. Mən həm Nəbi Xəzirini təbrik edirəm, həm də sizi təbrik edirəm bilavasitə bu əsəri səhnəyə çıxardanları. Rejissor kimdir bilmirəm. Vaqif Əsədov. Rejissor, bəli. Orijinal bir forma tapıbdır. Orijinal forma tapıblar. Doğrusu bunu heç təsəvvür etmək mümkün deyildi ki, səhnədə heç bir şey yox, hamısı bu palas patağının altında. Yəni özür dilərim, Sədat həzm eləyə bilmirdim. Hiçbir şey yoktu, hamısı bunun altında gelir. Ne burada bir dekorasyon var, ne falan var, ne bir bazı raks vardı bilsen. Ama çok az. Mahnı da biraz vardı, o da az. Ona göre de bu yine bir böyük facia təsəvvürü yaradır. Bir facia bir eserdir. Ve belə də olmalıdır bu. Ancaq sizin bu tapdığınız müasir forma hanzılar ki geçmiş zamanlarda olmazdır. Bu öz-özlüyündə də sizin bu yaradıcılıq axtarışlarınızın nəticəsidir. Mən bunu müsbət qiymətləndirirəm. Yaxşı haldır. Salona toplaşanlar dövlətimizin başçısını hərarətli alqışlarla qarşıladılar. Kitab-ı Dədə Qorqud dastanı əsasında qələmə alınmış əfsanəli yuxular poemasından və torpağa sancılan qılınc piyesindən sonra Burla Xatun əsəri müəllifin qəhrəmanlıq dastanı əsasında yazdığı üçüncü maraqlı və məzmunlu dram əsəridir.
Dədə Qorqud eposunun Salur Qazanın evinin yağmalanması və s. boylarında cərəyan edən hadisələrin günümüzün tələblərinə uyğun ictimaiyyətə çatdırılmasını, Türkün yenilməzliyini, mübarizliyini və mərdliyini, eyni zamanda düşmənə layiqincə cavab vermək, torpağı, namusu ləyaqətlə qorumaq, vətəni sevmək kimi müqəddəs amalların Qazan xan, Burla xatun obrazları timsalında tarix boyu düşmənlərə mərdliklə sinə gələn qorxmaz, igid oğul və qızlarımızın şücaətini, xalqımızın milli adət-ənənələrini təcəssüm etdirən tamaşa müvəffəqiyyətlə keçmişdir. Tamaşanın quruluşçu rejissorları Respublikanın əməkdar artisti Vaqif Əsədov və Əskər Əskərov, rəssamı Adil Azay, bəstəkarı əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir. Əsas rollarda əməkdar artist Rafiq Əzimov, aktyorlardan Sabir Məmmədov, Sənubət İskəndərova, Mətanət Atakişiyeva, Abbas Qəhrəmanov, Şəlalə Şahfələt qızı və başqaları çıxış etmişlər. Tamaşadan sonra Azərbaycan Prezidenti Heydər Əliyev yaradıcı kollektivinin üzvləri ilə səhnə arxasında görüşdü. Tamaşanın uğurla keçməsindən razılığını bildirdi, xalq şairi Nəbi Xəzrini 75 illik yubiley münasibətilə təbrik etdi və kollektivə yeni yaradıcılıq uğurları arzuladı.